Hər birinizi salamlayıram. Çox həyəcanlıyam yenə də və sadəcə fikirlərimi sizinlə paylaşmaq istədim ki, uşaqlıqdan deməyim, tələbəlikdən yəni arzum o idi ki, özümüz ayaqlarımın üstündə durum və irəlidə yaxşı mənada tanınmış birisi olum, bu həyatda öz izimi, öz addımlarımı qoymaq istəyirdim hər birinizin qəlbinizdə, təbii ki, yaxşı bir mənada. Və illərdir ki, necə deyim, hər gecə, hər gündüz, hər saniyə xəyallarımı qururdum. Şəxsi brendim olsun, şəxsi firmam olsun, necə deyim, gözəlliklərlə məşğul olum, qəlbimdəki bütün gözəllikləri çıxartmaq istəyirdim. Üzəyəni çıxartmaq istəyirdim və ən birinci Allahıma təşəkkür edirəm ki, sağ olsun ki, mənə belə bir şansı, demək ki, ürəkdən istəyirmişəm. Və bu həyatda sizə onu demək istəyirəm ki, gerçəkdən insan ürəkdən istədiyi nə varsa və arxasınca gedirsə, həqiqətən olur. İlk öncə Allahıma təşəkkür edirəm, sonra anama sağ ol deyirəm, mən belə bir gözəl dünyaya gətirdiyi üçün. Sonra ailəmə və mənə bu işdə kömək, dəstək duran maddi, mənəvi hər bir şəxsə, mənə inanan bütün xanımlara, hər birinizə təşəkkür edirəm və özümə də təşəkkür edirəm ki, yaxşı ki varam və onu da deyim ki, inşallah arzu edirəm ki, Allahdan bu bizim ilk tortumuzun açılış tortumuzdur və Allahdan diləyim odur ki, hər il yenə sizin qarşınıza gəlim və brendimizin daha da yüksəlib, illərcə ad günlərini qeyd elədiyimiz tortları əlimizə alaq və sizlərlə paylaşaq. Yaxşı ki varsınız, çox sağ olun. Az insan kimi danışdım. Özüm ölüm, heç geçen sefer belə danışmamışdım ha. Partladın da. Ha. Hər birinizi salamlayıram. Çox həyəcanlıyam yenə də və sadəcə fikirlərimi sizinlə paylaşmaq istədim ki, uşaqlıqdan deməyim, tələbəlikdən yəni arzum o idi ki, özümüz ayaqlarımın üstündə durum və irəlidə yaxşı mənada tanınmış birisi olum, bu həyatda öz izimi, öz addımlarımı qoymaq istəyirdim hər birinizin qəlbinizdə, təbii ki, yaxşı bir mənada və illərdir ki, necə deyim, hər gecə, hər gündüz, hər saniyə xəyallarımı qururdum. Şəxsi brendim olsun, şəxsi firmam olsun,